Rusiyanın prezidenti danışır. Həqiqətən çox maraqlıdır. İbrət dərsi. Bugünkü müsəlmanlara bax, Qətəri belə vurdular ha. Deyir ki, ata bir gün evə gəldi, Vladimir Putin danışır. Oğluna dedi ki, oğlum, bu evdə bıçaq vardı, xəncər var idi. Nə oldu bu? Dedi, onun qonşunun oğlu ilə əvəz elədim, saat aldım. Mən ona verdim qılıncı, bıçağı. Ondan saat aldım. Deyir, ata saata baxırdı ki, yaxşıdır, pis saat deyil. Amma oğlum, bir şey sən deyim. Sabah oğrular, cinayətkarlar gələrlər, atavı öldürərlər, anavı öldürərlər, üzr istəyirəm, bacıva təcavüz eləyərlər, onu əl uzadarlar. Sən həmin vaxtı müdafiə üçün nə edəcəksən? Sən çıxıb nə deyəcəksən onlara? Deyəcəksən ki, axşamız xeyir, Moskva saatı ilə saat 12:30-dur. Saat nə dərdi edəcək həmin vaxtı? Müsəlmanların namusuna təcavüz edirlər Qəzzədə. Müsəlmanlar oturub Dubayda uzun tikdiyi binaları reklam edirlər. Dünyanın ən böyük saatı Dubayda falan yerdə vurulub. Dünyanın ən uzun binası Dubayda falan yerdədir. Ən üzr istəyirəm əxlaqsız çimərlik falan yerdədir. Ən yaxşı restoran falan yerdədir. Nə olsun ki?